大家好, hamıya salam. Bu dərs sizlərlə şəndialları, yəni tonları öyrənəcəyik. Çin dilində 4 ton vardır. Bunlar necə səslənir? Di şən birinci ton, di er şən ikinci ton, di sən şən üçüncü ton, di sı şən dördüncü ton. Burada gördüyümüz di sözü Azərbaycan dilinə tərcümədə inci, ıncı, üncü, üncü şəkilçisidir. Şən, şəndial sözünün qısaldılmış variantıdır, yəni ton deməkdir. İ, ar, sən, sı isə rəqəmləri bildirir. Yəni i 1, ar 2, sən 3, sı isə 4 rəqəmdir. Belə ki, Çin dilində 4 əsas ton var və onların düzgün oxunuşunu öyrəndik. Lakin əlavə olaraq neytral ton adlanan 5-ci tonun olduğunu da bilməliyik. Bu ton digərlərindən nə ilə fərqlənir? Məsələn, ma sözünün üzərində neytral tonu yoxlayaq. Ma üzərində əgər heç bir ton yoxdursa, bu neytral ton olduğunu göstərir və oxunuşu ma, ma heç bir vurğu olmadan oxunur. Və yaxud da n sözündə baxaq. N, n. Bunlar neytral tona aid olan sözlərdir. İlk onu qeyd edim ki, Çin dilində tonlar çox vacibdir. Düzgün səslənməsi önəmlidir. Çünki sözün tonu düzgün istifadə etmədikdə tamamilə fərqli bir mənada söz ortaya çıxa bilər. Ona görə də tonları mütləq diqqətli və düzgün öyrənməliyik. Hal sözünün üzərində tonların düzgün oxunuşunu öyrənək. Birinci tonda hal sözü necə oxunacaq? Birinci ton uzanan tondur. Yəni söz mütləq düz səslənəcəkdir. Hal, hal. İkinci ton isə qalxan tondur. Hal, hal. Üçüncü ton isə düşüb qalxan tondur. Hal, hal. Sanki nəfəsimiz aşağı enir və yenidən yuxarıya qalxır. Dördüncü ton isə enən tondur. Sanki səsimiz aşağıya enəcək. Ha, ha. Ani kəsilmə baş verir səsdə. İndi gəlin birlikdə başqa sözlərin üzərində düzgün oxunuşu yoxlayaq. Məsələn, C sözünün tonlar üzrə dəyişməsinə fikir verək. Di şən, C, C. Di er şən, C, C. Di sən şən, C, C. Di sı şən, C, C. İndi isə gəlin na sözünün üzərində tonların düzgün oxunuşuna baxaq. Di şən, na, na. Di er şən, na, na. Di sən şən, na, na. Di sı şən, na, na. Bugünlük bu qədər. Ümid edirəm ki, hər biriniz tonların düzgün oxunuşunu öyrənə bildiniz. Bu mövzu ilə bağlı tapşırıqlar işləmək istəyirsinizsə, Instagram səhifəmizin mesaj bölümündən bizə yaza bilərsiniz. Sonda videonu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Hələlik.